Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə südsüz, qatıqsız, sadəcə bir stəkan çayla çox-çox dadlı, yumuşaq keks resepti paylaşacağam. Bəli, bəli, düz eşitdiniz. Bu keksin tərkibində çay var. Elə isə xəmirinə başlayaq. Çırpma qabına 2 yumurta və 1 stəkan yarım şəkər tozu əlavə edib mikserin ən yüksək dərəcəsində təxminən 4-5 dəqiqə ərzində kütlə ağarıb və həcmi bir qədər artana qədər qarışdırıram. Belə bir formada qatılaşmalıdır, artıq mikserin izi özünü bəlli edir. Onu da deyim ki, şəkər içində tam həll olmayacaq. Formasını da sizə göstərim. Üzərinə 1 stəkan duru yağ və 1 stəkan otaq temperaturunda normal çay dəmi əlavə edirəm. İstənilən çaydan istifadə edə bilərsiniz. Sadəcə soyuq olmağına diqqət edin. Spatula ilə yaxşı qarışdırdım. Üzərinə quru ərzaqları əlavə edəcəm. 2 stəkan un. Onun da üzərinə 1 paket qabartma tozu əlavə etdim. Son olaraq 2 dolu yemək qaşığı kakaonu əlavə edib əvvəlcə qarışdırıb sonra ələkdən keçirəcəm. Ümumiyyətlə kekslərdə unu ələkdən keçirmək kekslərin daha yaxşı qabarmağına səbəb olur. Əvvəlcə un kütləyə qarışana qədər spatula ilə qarışdırdım. Daha sonra unun kütlədə tamamilə həll olması üçün mikserin ən aşağı dərəcəsində çırpacağım. Çox az 1 dəqiqə ərzində çırpmaq lazımdır və mütləq ən aşağı dərəcədə olmalıdır ki, keksin qabarmasına təsir etməsin. Belə axıntılı bir xəmir əldə olunmalıdır. Kənarlarına və altına yağlı kağız sərdiyim diametri 24 sm olan tort qəlibinə xəmirin hamısını boşaltdım. Bir neçə dəfə yerə vurub əvvəlcədən qızdırdığım 160 dərəcəli sobada alt-üst rejimdə bişirdim. Bişmə vaxtı sobanıza görə dəyişə bilər. Çöp ilə də yoxladım, içi tamamilə bişib. Qəlibdən çıxarıb yağlı kağızını qopardım. Üzərinin belə çatlaması normaldır. Biz ona görə də keksi tərsinə çevirəcəyik. Keksi servis edəcəyim qaba tərs çevirib altını da yağlı kağızını çıxarıb hələlik kənara qoyuram. Keks hələlik soymağında olsun. Biz də üzəri üçün şokoladlı sosunu hazırlayaq. Bunun üçün 6 qalın kiçik bir qazana 100 qram qaymaq əlavə edirəm. Adi bildiyiniz İran qaymaqlarına istifadə etdim. Üzərinə 50 qram damla şokoladı əlavə edib ocağa yerləşdirəcəm. Damla şokoladının əvəzinə istənilən şokoladdan da istifadə etmək olar. Və bu şəkildə dayanmadan qarışdırmaqla şokolad və qaymaq əriyənə qədər gözləyəcəm. Onu deyim ki, kütlənin hamar olmağını istərsəniz mütləq ara vermədən qarışdırmaq lazımdır. Mən biraz ara verdim və bu da içində xırda hissəciklər qalmağı ilə nəticələndi. Amma yenə də çox dadlı və parlaq şokolad sosumuz hazırdır. Və heç gözlətmədən isti-isti sosu keksin üzərinə töküb spatula ilə hər tərəfinə yaydım. Onu da deyim ki, şokoladlı qarışımı etməyiniz vacib deyil, əvəzində elə sadəcə şəkər pudrası ələyərək də servis edə bilərsiniz. Amma bu şəkildə daha da dadına dad qatır. Forma verdikdən sonra üzərinə xırdalanmış qoz ləpəsi səpdim və otaq temperaturunda təxminən 2 saat ərzində dincəldərək artıq kəsib servis etmək olar. Dəyərli dostlar, videonu bura qədər izlərsəniz qısa rəyləriniz və bəyənmələrinizi əski etməyin. Əgər kanalıma abunə deyilsinizsə, sizə daha çox videoların gəlməsi üçün kanala abunə olub bildirim işarəsini açmağı da unutmayın. Bu şəkildə qoyduğum videolardan xəbərdar ola bilərsiniz. Yumuşaqlığı göz önündədir. O qədər ləzzətlidir ki, bir həftə ərzində 2 dəfə hazırladım və yeyənlər də çox bəyəndi. Doğrudan da tövsiyə etdiyim reseptlərdən biridir. Südsüz, qatıqsız, çox az ərzaqla hazırlaya biləcəyiniz tort dadında çox ləzzətli şokoladlı bu resepti mütləq yoxlamağa dəyər. Əminəm ki, çox bəyənəcəksiniz. Yoxlayıb nəticəni bizimlə rəylər bölməsində paylaşmağı da unutmayın. Hazırlamaq istəyənlər əminəm ki, məndən çox sizin rəylərinizdə daha çox arxayındılar. Buna görə də nəticələrinizi bizimlə də paylaşın. Bu qədər izlədiyiniz üçün təşəkkür edirəm. İnşallah gələcək videolarımda təkrar görüşərik. Sağ olun, Allah'a əmanət olun.